Sumqayıtda ilk qar yağıb. Gecə saatlarından yağan qar hazırda da davam edir. Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhər ərazisində hərəkətin təmin olunması məqsədilə gecə saatlarından yolların qardan təmizlənməsinə başlanılıb. O da qeyd olunub ki, yolların təmizlənməsi üçün xeyli sayda texnika və canlı qüvvə cəlb edilərək təmizlənmə işləri aparılıb. Sumqayıt şəhər İcra Hakimiyyəti şəhərin müxtəlif ərazilərində qaz, su və işığın verilməsində problemlərin yaranmamasını xüsusi diqqətində saxlayır və hər hansı bir fəsad ortaya çıxarsa, dərhal aradan qaldırılacaq, insanların rahatlığı təmin ediləcək. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları da gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir. Şəhərin müxtəlif küçə və prospektlərində sakinlərin təhlükəsizliyi təmin edilir. Havaların kəskin dəyişməsi, qar səbəbilə Azərişıq Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Bakı şəhər və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Azərsu Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Su Kanal İdarəsi də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Qurumun əməkdaşları növbəllik əsasında 24 saat sakinlərə xidmət göstərir. Şəmsdən Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.